Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Mənim dəyərli qardaşlarım, mənim əziz böyük ailəm, sizlərin dəstəyi ilə gözəl xeyriyyə işlərimiz davam edir. Bugün biz 27-ci evimizdən sizlərə gözəl görüntü, gözəl çəkili çəkəcəyik. Bugün burada hansı işler gedir, bugün siz burada hansı gözəllikləri görəcəksiniz. Hər birini videomuzu anbaan izləsəniz görəcəksiniz. İndi siz hal-hazırda sizlərin maddi dəstəyi ilə evi tikilən Şəhriyar qardaşımızı görürsünüz. Bura Şəhriyar qardaşımızın bu evə bir neçənci səfəridir ki, əli dolu zəmbili ilə, hədiyyəsi ilə burada olur. Bayaq çəkilişə gəlirdim, gördüm arxadan bir pişka səsi gəlir. Sözün düzü unamazdım ki, səhərin uçağında Şəhriyar olar. Çünki tezdəndən biz çıxmışıq. O vaxtı bütün marketlər hamısı bağlı olubdu. Düzgüdən gördüm ki, Şəhriyar qışqırır. O bir kino var, Ata məni də apar, o film var ya Şəhriyar. Öcə yana. Ata məni də apar. Gördüm Şəhriyar arxadan ağlayır, məni də apar, məni də apar. Nəysə geriyə verdim. Nə olub? Dedi, bəs mən də apar, çəkilişdə gedirsənsə. Şəhriyar, əziz dostlar, WhatsAppda demək olar ki, bir gündən bir eyni mesajları yazır ki, yəni buradan gedəndə yanımdan get, gücüm çatanından da, indi kasıbın olanından mən də köməkli yedim. Bax, Şəhriyarın əlində gördüyünüz bütün nə varsa, ərzağıdır, tərəvəzidir. Gəl Şəhriyar, keçək ora qardaşım, gəl keçək ora. Salamlayıram bütün izləyiciləri, Allah canına sağ olsun. Aleyküm salam, aleyküm salam. Biz nə eləsək azdır. Olur. Nə eləsək azdır. Çünki bizə bunu eləyiblər bura. Hər gün də əlimizdə sumka gəlsə eləyər azdır. Sağ ol Şəhriyar. Kimi xahiş edirəm, gücü çatırsa, xahiş edirəm. Bu ailəyə, bu bacılara dəstək olalım. Allah sənin o iki balanı gözünə çılaq eləsin. Allah balana şəfa versin. Bu doğrudan da elə Şəhriyarın misalı olmasın. Bu belə olmalıdır əziz dostlar. Bura 27 ev tikilən hər bir kəs içi mən qarışıq olmaqla hər gün gəlsək də azdır. Çünki bizlərin hər birimizə Şəhriyar qarışıq hamımıza siz həyat qurmusunuz. Bunu illərlə çalışsaq, illərlə də yığ stolunuzda Şəhriyar. İllərlə də əziyyətini çəksək biz vallahi deyirəm, gözəl izləyicilər, 6 aya bir evi sıfırdan tikib, içini doldurub, gözəl şərait qurmaq, nə bilim, bu oligart, biznesmen ataların oğlunda bu imkan ola bilər. Amma siz bunu 26 ailəyə 6 ay hətta çəkmədən eləmişsiniz. Ona görə də Şəhriyar yaxşı dedi, ürəyindən xəbər verdi. Yəni hər gün bura demirik ki, hər gün bura əlimizdə nəsə getirir. Elə quru ayaqla gəlib, bax, bir Allah xeyir versin desək yenə də azdır. Salam, nətərsiz qızlarımız? Allah Şəhriyar cibini dolu eləsin, nəzakət bacı. Bax, bu Şəhriyar, keç bu üzrə bacım. Şəhriyar qardaşımız evi tikilən insanlardan biridir. Bax, sizin həyətdə neçənci səfərdir gəlir. Kasıbın olanından özü də varlı birisi deyir ki, deyim ki, elə varlıdır. Da indi güc balayla ondan bundan pul alaraq birindən 500 manat, birindən 200 manat maya eləyir. Həm öz ailəsini dolandırır, şöməli Şəhriyar. Həm də düşəndə imkan daxilində sizə də əl tutur. Allah əlindən tutsun. Bax, bunların hamısı Şəhriyarın. Hələ bir paşkada mağa sigaret alıb qoyunda deyim, Şəhriyar cibin dolu olsun. Görüm hanı təzə paşka. Hə, maşında. Hələ üstəlik bir paşkada mənə sigaret alıb. Halal xoş olsun. Bax, bir yerdə aldıq. Heç qoymurdum, qıymırdım Qurana, and olsun. Dedim Şəhriyar, elə kartof soğan almışsan, bəsdə bax Quran əti. Əziz dostlar, qıymırdım. Dedim Şəhriyar, vallahi ehtiyac deyil. Elə o pomidor xiyarı bəsdə. Bax, bunun hamısını mən demişəm. Yəni deyib nə alım, sən Ruslanın canı, mən bilmirəm. Mən elə bil götürmüşəm. Pulunu Şəhriyar ödəyib, halal xoşu olsun. 57 manat bax, suya, sigaretə, konfetə, şokolata veribdi. İndi o öz satdığı mallardan da nə verib? Allah min əvəzini versin Şəhriyar. Balan İbo'nun inşallah ki toyunda nəzəkə tut bunu bacı. Bax, qarma qarışıq
Bax konfet. Şokolad özümüz almırıq ki, hava istidir, böyük ailə. Allah xoşlar. Hava istidir, yəni nəzakət bacıda deyir ki, yəni konfeti alın. Allah xoşlar olsun Ecə. Mən bütün qardaşları, bütün dostları, bizi izləyən hər bir kəsdən gücü çatmayanlara layıq versin. Gücü çatanlar xahiş edirəm. Bax, 100 manatda mən kömək edirəm, evin kırışasının borcuna. Allah Mənim ürəyinə adıma 100 manat yaz, orada da çəkilişlə verəcəm, 100 manat. Allah Mən ürəyinə kömək görə edirəm, bu versin. aksiyə xahiş edirəm. Balan sağ Kimin olsun. nə gücü çatırsa kömək eləsinlər, Balan sağ ol. boş qutarsın. Balan sağ ol. Bax, 100 manat kim söz Allah verir, mənim balanı adıma sağ 100 manat yaz. Baş üstə, baş üstə. 100 manat Şəhriyarın adına yazıram. Elə 100 manatdan da çox, 110 manatda, 110 manatda. Bu günlərin əziz dostlar, qardaşlar, bizim qeyrətli qardaşımız, xeyriyyətçi qardaşımız 8 ildir bu kanala tükənmədən, yorulmadan, bezmədən, həvəslə, maraqla, sevə-sevə yardım edən Ceyranboy rayonunun Qızıl Hazılı kəndinin dəyərli oğlu olan dəyərli qardaşımız səhər-səhər 5000 rubl göndərib. Sağ olsun. Deyir bu gün mənim ad günümdür. Bax bu pulu deyir dostlarımla gedib oturub çörək də yeyə bilərdik. Sağ olsun. Öz övladlarımla da gedib bir restoranda çörək yeyə bilərdik, amma mən bu pulu, bax bu şəxsən özümə ayırdığım bu 5000 rublu Allah həvəs Cəmalə və Kəmalə balalarımın evinə göndərirəm ki, onların evinin tikilməyi daha vacibdir. Qardaş, ürəyinə qurban olum, səni təbrik edirəm. Sənə Allahdan uzun ömür, can sağlığı arzu edirəm. Uca Allah səni, ailəni, balalarını gözünə həmişə çıraq eləsin. Amin. Doğum günün çox mübarək. Amin. Biz də təbrik edirik. Allah mübarək eləsin. Doğum gününü 100 yaşasın. O gün olsun 100 yaşını qeyd. Amin Allah. Balaları ilə bir yer. Təşəkkür edirəm. Adına. Var ol qardaşım, Allah səni var eləsin. Allah əl tutanların əlindən tutsun. Şəhriyar, Allah sənin həmişə süfrəni açıq Sağ eləsin. ol qardaş, sağ ol. Allah ürəyinə görə versin. Sağ ol, sağ ol. Sağ ol. Sağ ol. Elə quru ayaqla da bura gəlsəydin, böyük köməkdir. 100 min dəfə də gəlsə azdır. Yəni mənə bunu eləyiblər. Mən üzr istəyirəm böyüklərdən. Övladım xəstə olub, əlatıblar. Yəni mən illərlə işləsəm, yəni bir dəqiqə fəhlənin ən yuxarı işləyən gün 20 manatdır. Bunda orada 4 il işləmişəm, 3 il işləmişəm, 20 manata vursam, bu da eləyər uzaq başı 10 min manatda. Mən 50 min, 60 minli ev tikirib. Yəni mən bunu ölənə kimi işləsəm tikənməzdim. Mənim ölənə qədər borcumdur bura gəlib getmək. Allah sənin balanı. Allah xoşunuz olsun. Sağ ol. Gün olsun bu qapıya xeyir işlərə gələk. Gün olsun 127-ci evimiz olsun. Balalarınızın belə xeyir iş olsun. Bax, şirniyyətlərdə bax, balalarınıza da qismət olsun. Bax, belə şirniyyət Təşəkkür edirəm. qadan alır. Sağ ol. Gəl, sən bunu sən mən Murad ustamla Çox sağ ol. görüşüm. Ay Murad usta. Allah səni muradına çatdırsın. Hay, sizə ürəyim qurban olsun. Ay Muradım, gəl sənə bir qardaşım. Gəl sənə bir səhər-səhər qardaşım. Boyun uzaqlasın. Necəsən ürək? Keyfin, halın. Allah Murad ustamızı həmişə muradına çatsın. Böyük ailə. Görün vətənimizin nə gözəl, dəyərli oğulları var. Gənc qardaşımız gənc yaşlarından bu xeyir əməlləri ilə məşğuldur. Bu Murad ustamızın bizim layihədə səhv danışmıramsa ikinci evimizdir. Rəhmətlik Allah can sağlığı versin. Səbuhi qardaşımız, ürəyimiz, kanalın döyünən ürəyi Səbuhi Cabbarlının evində Murad ustamız o qədər böyük bir iş gördü. Tək evin dam örtüyünü yox, evin dam örtüyü ilə bərabər evin pol pataloğunu, hətta Cabbarlı Səbuhi Hind quşları, nə bilim çöl quşları saxlayır. O biraz belə şeyə həvəskardır. Murad təəccüblə baxır. Hətta toyuq damına qədər üstünü vurdu Murad. Ürəyinə qurban olum. Allah sənin balanı, Allah sənin atanı, ananı, sənə doğma olanları, sənə əziz olanların hər birinin canını sağ eləsin. Uca Rəbbim bu etdiyim ehsanatı öz dərgahında qəbul eyləsin. Bax bu məzlum balalarımızın Allahı, onları yaradan Allah, onlara bu qapını açan, bu ruzini verən Allah Taalamız səni, sənin ailəni, övladlarını özünü cənnətlə mükafatlandırsın. Biz fəxr edirik. Millətimizlə fəxr edirik. Murad kimi oğullarla, Murad kimi qardaşlarla fəxr edirik ki, millətimizin belə dəyərli oğlu var. 1000 manatlıq işi təmənnasız görmək bu gün hər insana qismət olmur.
və hər insan da onu doğrudan da edə bilmir. Kimisi maddi imkanı çatmır, edə bilmir. Kimisinin həqiqətən də nəfsi imkan vermir, amma Murad bugün bu işi görür. Bugün bu elə-belə bir iş deyil Murad. Sənin o bax bu qabarlı əllərindən, tozlu əllərindən öpürəm. Allah səni var eləsin. Qaqalar, sizi də öpürəm, bağrıma basıram. Allah sizi var eləsin. Muradla bərabər qaqalarım da gəlib bura. Var olun ay Murad. Sənə o qədər deyiləsi sözlər var ki, qardaşım. Bunu nə bilmir, saatlar, sutkalar buna çatmaz. Allah sizi var eləsin. Canım qardaş. Hə, gözəl izləyicilər, millətimin qadasını alım. Bir dənə videomuza like gəlsin. Xahiş edirəm, bir dənə videomuza like gəlsin. Əl tutan əlləriniz var olsun. Yardımcı olan qardaş bacılarımız var olsun. Yardımlarımız gəlibdir. Hamısını Allah'ın izni ilə qeyd edirəm. Gücünüz nəyə çatırsa maddi dəstəyinizi göstərin. Şəhriyar qardaşımın jestinə baxdım. Düz tut qardaşım. Şəhriyar həm ərzaq köməkliyi elədi, həm də pul köməkliyi mən də qoşulam. Şəhriyar qardaşım bu jestinə 100 manatda. Bax bu olmayan imkanımla doğrudan da bugün çox maddi sıxıntı yaşayıram. Buna baxmayaraq deyil ölməkdir. Xırıldamaq nədir? 100 manatda bax dam örtü ilə mən yardımcı oluram. 100 Şəhriyardan gəlirsə 100 də məndən gəlir. Allah elimizə, obamıza versin. Allah onun əvəzini milyon qat verən Allah'tır. Qorxmuruq biz. Vallahi deyirəm, son qəpiyini Allah yolunda ehsan et, Allah onun milyon əvəzini verəcək. Bax 100 manatda məndən, əziz dostlarımız. Qoy 100 manatda məndən olsun. Tək ki, əziz dostlar, bizim evimiz var. Bizim başımıza yağmır. Bizim bir qonağımız olanda ürəklə onu qarşılayırıq. Amma Nəzakət bacı bugün 2 qız balası ilə əziyyət çəkir. Onun arxasında dayanacaq bir oğlu və yaxud həyat yoldaşı yoxdur. Bugün biz ona arxa durmalıyıq. Bizi kimi qardaşlar, bizi kimi el oğulları 100 manat, 50 manat bizi vallahi kasıb salmaq kişi. Sabah o pulu qazanıb yerinə qoyacaq, bərpa edəcək. Heç nə olmaz. Allah onun milyon qatını verən Allahımızdır. Sizlərə qurban. Dəstəyinizi, köməyinizi əsirgəməyin. Gücünüz nəyə çatırsa dəstək olun ki, dam örtüyü qurtaran günü də Allah'ın izni ilə elektrik xətlərimiz çəkilir və paralel olaraq işimizə davam edəcəyik. Allah səni də var eləsin Şəhriyar qardaşım. Görürəm həyacandan əlin əsir. Şəhriyarın ürək təmizdir. Allah'ın köməkliyi ilə yığılar, belə təkrarlıqdır. Kampaniyanı başladıq bu günlərim inşallah. İndi mən səhv eləmirsə 3000 nə qədər? 3500 manata yaxın puldur. Hələ siyahı tam gəlməyib əlimizə. Çünki əlavə mallar da yazılıbdır. İnşallah mənim fikrimcə bu gün 2000 manat yığılır. Allah'ın izni ilə. Allah böyükdür. Allah böyükdür. Az görüşürəm də, bəlkə də məni istəyən dostlar, qardaşlar ən az atan 5 manat atar kart. İnşallah hamını dəstəyə, hamını köməyə çağırırıq. Gözəl izləyəcək. Siz 27-ci evi tikirsiniz. Siz ilk işiniz deyil ki, biz hardasa təəccüblənək ki, ay Allah, görəm bunun nətər olacaq. Biz artıq buna öyrənmişik. Bizim üçün bir o qədər də təəccüblü deyil. Biz 27 evi qaqaşım. Adın nədir sənin? Adım Bayram Əli. Bayram Əli, sənin qadan olaraq. Biz 27 evi bax qardaş bacılarımızın köməyi ilə bu qaydada tikmişik. Heç də bizim qorxumuz yoxdur. Sadəcə olaraq bir dənə qorxumuz odur ki, işimiz paralel getsin. Yəni borcumuz üst-üstə yığışmasın ki, biz material götürüb növbəti işimizi mərhələli şəkildə görə bilək. Şəhriyar, başına dönərəm. Get qabaq ayaq altında mişar daşı var. Onu gətirmə. Murad, gətirmişəm mişarı. Bir də Murad, sağ qardaşın qurban olsun. Bu, bax pləkanım tini var dədəm. Atam, bax bu tinlə götürəsən də onu artığın kəs ki, çox qabağa çıxmasın, qaqam sağa qurban. Ürəksən, ürək. Allah səni var eləsin. Bu qaqalarımın da ikisini də gedəndə mən hörmətini eləyəcəm, Murad. Yox, onu mən bilirəm nəfər yola salacağım sizi. Sizin qadanızı alım, qeyrətinizə qurban ol. Haycan? Bilirəm. Bu Elşanın, aha bu Elşan da Elşandır da. Elşan da bilir ki, qaqalarımı, bunların qadasını alım. Ürəyinə qurban olaram. Cavan uşaqlar gəlib əzizlərim. Bakıdan yaşayırlar qaqalarımda. Bəli. Biri başda bir salyanlar.
Hə, biri Səlyandan gəlir, biri Bakıda. Sən də Bakıda yaşayırsan da Murad? Baxın əzizlərim, neçə 100 kilometr məsafə qət edib bir gəlib kasıbın, bir məzlumun xidmətçisi olurlar. İlahi, nə gözəl bəndələrim var. İlahi, nə gözəl yaratmısan. Nə gözəl bəndələr yaratmısan yer üzündə, Allahım. Nəzakət bacı, gözün aydın olsun bacı. Aydın olsun da qardaş. Allah hamınızdan razı olsun. Allah köməyiniz olsun. Amin Allah, amin Allah. Çok Nəzakət. sağ olun, var olun. Bu gözəlliyi siz bize yarattınız. Var olasın. Qadan kim de bize qəpik də olsa köməklisə Allah canı sağ eləsin. Təşəkkür ederim. Qoyuram bura. Çok sağ olsunlar, var olsun. Dəli qazanda nə pişir Nəzakət? Hə? Dəli qazan deyərsən üstündədir. Hayda, nə idi o? O Nəzakət? Pişirəm də görsək pişirəm. Dəli qazanın yaxınına gedə bilərik. Dəli qazanın yaxınına çəkə bilərik. Yox, öyle yemək pişirmirəm hələ. Elə nədir onun üstündə? Elə bir qazan qoymusan ora. Yeməyi evdə pişirəcəm də. Deyirəm o qazan nədir Nəzakət? Sözümü tuta bilmirsən, temanı tuta bilmirsən. Biraz gücü orada yanı. Deyirəm o qazan nədir Nəzakət? Qaynadıram. Ədi bunu deyirəm. Bunu bizə bir ləzzət eləyən odur da. Sən bizi başa düşmürsən. Gücü də orada. Ha olsun da və kəndin ləzzəti budur. Tamaşaçı nə istəyir bizdən? Cəmaət tamaşaçı demir, Nəzakət istalişli salat, şuba salatı hazırlasın, yersən onu çək bizə. Qazın gücü çatmır deyim, burada Adı mən qaynadıram. bunun öz dadı var da, bunun da öz dadı var. Ay mənim Nəzakət bacım. Bu elə ləzzət bundadır. Nə dəli qazanda ki bunu qaynatmadın, hisli qazanda bunu qaynatmadın. Şalampur bişirsən? Ha? Şalampur. Elə onu oxşar. Aydı bəs salam da Nəzakət bacı. Tamaşaçı istəyir ki bu Nəzakətin dəli qazanda niyə Piyazada görə deyim. niyə altı zəifdir bəs onun? Ha? Qalışım. Getir qala da odundan ocaqdan bu samavar inşa sal. Allaha şükür. Ətimiz var, suyumuz var. Hər şeyimiz var. Olmayan şey yoxdur. Maşallah olsun. Allah böyük ailəmizi var eləsin. Köməyiniz olsun. Yarası olur. Hər Videomuzu bəyənək, əziz dostlar. Gör kimdir sən ya. Bunlar. Hə? Məhərrəm ustalar. Məhəmməd, hə, bir görüm. Məhəbbət. Alo. Alo, Hə, müəllim. can müəllim. Deməli, materialı ən aşağı qiymətlə yazdırdım. Özdə dedim ki, xeyriyyəti yerişənə götürdüm materialı. Elə mənim üzüm yerə düşmədi. Material aşağı qiymətlə yazdım. 203 manat elədi. Aha. 3 manatı dedim heç, 200 manat. Amma taksi maşın 20 manatdan aşağı gətirmir. Deyir 5 manat qaynındır. Hə, denən ki, göndərsin, gəlsin, kartlasın, karta vuraq. Kartlarını deyəcəm, atsınlar, elə sənin nömrəni verəcəm, sağ atsınlar kartı. Mənim internetim yoxdur. Problem deyil, sənin kartına vurup səndən geçsin ora. Mənim üçün fərqi yox. Mənim internetim yoxdur. Ha. Sağ atacağım, kartı deyəcəm, sağ Problem atsınlar. yoxdur. Malınızı gətirin işləyin, Ol. materialınızı gətirin işləyin, dayanmayın. Hə, oldu, deyirəm gətirsinlər. 220 manat pul var. Oldu, problem yoxdur qadın. Oldu, yaxşı oldu. Bravo Elgün. Hə, Elgünü verən Allaha qurban olma. Elgündən yoxdur. Elgün. And olsun ki, Allaha hörmətli izləyicilər. Ay, kişinin oğlu Şəhgər. Problem olmurdu o. Ay, yox, özü 5 dəqiqəyə maşını da tapır, materialın yerində tapır, hardan alınacağını. Kişinin oğlu. Düz, Raya bibi ilə biraz yola getdim. Raya bibi ilə Elgün yola getdim. Raya bibi deyir ki, Elgün gəldisə, pul dərdi, pul şeyinə keçəcək. Nə deyir? Buna bir zırat deyir. Problemlə. Məhəmmədlə Elgünün arasında özəlliklər çoxdur. Məsələn, Məhəmmədin özəlliyi nədir? Məhəmmədə bir dənə evi başdan ayağa işlət, qutaranda deyirəm Məhəmməd, imkan yoxdur, deyəcək heç nə, yoxdur. Məsələn, Məhəmmədin də mənfi tərəfi nədir? Bax, belə şeylərdə Məhəmməd zəifdir. Məsələn, Məhəmməd gedərsən 6 gün oturar stolun üstündə. Məhəmməd, niyə 6 gündür işləmirsən? Material. Əmi, material yox idi. Mən niyə demirsən? Da dedim, özün gələndə dəz. Amma Elgün kişinin oğlu. Bugün işləyə, sabahın materialını necə fikirləşir. Yəni, konkret olaraq kişinin oğlu dili də var, dilçəyi də var. Dil də var, dilçək də var. Komandamızın bütün usta heyəti, başda Murad ustamız olmaqla, başda Talih ustamız olmaqla, Məhəmməd ustamız, Fərman ustamız, Mübariz dayımız, Məhərrəm dayımız, Dünyamın ustamız. Sonra oradan keçdik. Sakit ölüşün görəndi. Hə, bugün də Sakitin alçıdır da bir gün. Hə, bugün də Sakitin qızı, yəni bizim nəvəmiz, layihəmizin son beşiyi deyək.
balamız, Nərgiz balamızın doğum günüdür. Yer gəlmişkən deyim, bugün Nərgiz balamızın qəfil yadıma düşdü, ayın 6-sı. Bugün doğum günüdür. Nərgiz balamızı təbrik edirik. Allah'tan uzun ömür, can sağlığı arzu edirik. Nərgiz balamızın dünyaya gəlişinə yardımcı olan, yəni hər birimizin yadımızdadır. O bala necə gəldi dünyaya, hansı çətinliklərlə, hansı əziyyətlərlə var olsun. Başda bizim Gəncəli dəyərli qardaşımız, Marif qardaşımız olmaqla, onun xanımı bizim dəyərli bacımız, anamız olan bacımız, onun ailəsi və Gəncəli bibimiz olmaqla, Gəncəli əmimiz ki var, mən onun adını çəkmirəm, gecə ilə 50.000 rubl borc şəklində yardımcı oldu ki, uşaq yəni dünyasını dəyişməsin. Belə desəm daha rahat olar bizə də, sizə də. Yəni elə bir vəziyyət yaranmış ki, yarım saat ərzində 1500 manat klinikaya pul ödənməli idi. Həmən vaxtı bizim əlimizdə 1 manatımız yox idi. Gəncəli Ramil qardaşın övladının doğum günündə. Sağ olsun Ramil qardaş da elə gecə ilə 10.000 rubulda yardımcı oldu. Yəni borçsuz ha. Hər birinə təşəkkür edirəm. Kənan qardaşımız başda olmaqla, kimlər ki Sakidin ailəsinə kömək eləyib, dəstək olub, yardımcı olub, ələxüsta onun balasının dünyaya gəlməsi münasibəti ilə gəlməsinə köməklik edib, maddi, mənəvi. Allah hər birindən razı olsun. Allah balalarınızı xoşbəxt eyləsin inşallah. Amin. Təbrik edirəm. Bugün kimlərin doğum günüdürsə təbrik edirəm. Bugün əlamətdar bir tarixdir. 6-sı 6-cı ay 2026-cı il 6-cı gün. Baxın rəqəmə, Şəhriyar. Mən yazıb qoymuşam statusa. Eləmi? Mən onu elə təxmini dedim, statusda da baxmamışam. Bugün ayın 6-sı, 2026-cı il 6-cı ay 6-cı gün. Yəni 6 rəqəmləri yan-yana düzülür. Bu əlamətdar gündür. Kimlərin bugün doğum günüdür, kimlər bu günlərim toy edir, xoşbəxtlik günüdür. Allah hər birini mübarək eləsin. Hər birinə can sağlığı, uzun ömür arz edirəm. Nəzakət bacının dəli qazanı artıq şaqqa qaynayır. Bəli, bizim tamaşasımız bizim Piter şəhərində, Moskvada oturub bizi izləyən insan belə şey görmək istəyir bizdən. Bizdən onlar istarişli salatın hazırlanmasını, birinçikin hazırlanmasını və yaxud nə bilim, badımcan dolmasının içinə noxudla bərabər başqa şeyin vurulmasını istəmir ki. Onlar bunun hamısını görüb Nəzakət bacı. Onların görmək istədiyi Nəzakət bacının dəli qazanının. O hisli qazan ki var, Nəzakət bacı. El arasında yox. Utanma, belə şeydən utanma əzizim. Bu bizim milli adət ənənəmizdir. Hisli qazan dadlı olar, Nəzakət. İnan Allahın adına ki, o qazanda pişən yemək, o 5-ci mərtəbədə, 20-ci mərtəbədə pişən o sobanın üstündə, qazın üstündə pişən yeməkdən qat-qat dadlı olur. Baxmayaraq ki, o hisli qazanda pişir. Bunu bütün elm də sübut edir. Bunu Albert Einstein'in özü sübut edir ki, Albert Einstein tanıyırsan kimdir? Yox, sizin qonşu kətdəndir. O vaxtı sübut edirdi ki, hisli qazanda, yəni ocaqda, odunda, ocaqda pişən yeməklə, qazın üstündə pişən yeməyin fərqi böyükdür. Sən belə şey olanda əksinə belə şeyləri bizə göstərməlisən. Allah həmişə ocağını gör eləsin, Nəzakət bacı. Kimlər ki sənin bu ocağını qaynadır? Bax, bu qurban İsmail qurbanında kəsilən heyvanın ətindəndir. O qurbanı kəstirən kəslərin Rəbbim qurbanını qəbul eyləsin. Qəbul eləsin, balalarını qorusun, Allah köməyi olsun. Həmişə belə şad günlər olsun. Amin. Allah bu aliyə, bu balalara, bax bu Nəzakətin bu günləri ürəklə qazanın qaynadır. And olsun aləmlərin Rəbbinə. Səhər-səhər, tezdəndən. Bilmirəm, bilirsiniz, mən belə şeyə çox diqqətliyəm, məsuliyyətliyəm. Yəni, mən heç vaxt istəmərəm ki, ev tikilən kəs usta yanında utansın. Özü olsun, Allah'a olsun, Nəzakət. Saat neçədə zəng eləmişəm tezdəndən. Tezdənə saat 7-idi neçəydi. Zəng eləmişəm ki, bax bacı, nəyin yoxdur, indidən denəm, 3 dənə ustamız işləyir. Vallahi Nəzakətdə əzbər bir şey örgənib. Bu adamla biz yola gedə bilmirik, qoy bəri başdan deyim, tamaşaçılar da bilsin. Bu adama nə deyir, hər şey var.
Bilmirəm bu hardan alır bu hər şeyi, hardan tapır, çıxardır ortaya. Komplet soruşuram var. Pomidor xiyar deyirəm var. Qənd deyirəm var. Çay deyirəm var. Şirniyyat deyirəm var. Nə deyirəm deyir var. Deyir ətimdə var, qutaracaq solpam da var. Allah sizi qorusun, əziz böyük ailə. Bu bacıya ki siz o yoxdur sözünü dedirtmirsiniz də. Bax bu ki deyir hər şey var. Sayənizdə hər bir şeyimdə bax. Allah min şükür. Rəbbim min şükür sənin varlığına. Bax gözəl qardaşımız, bax Şəhliyar bu qardaşım. Ürəyinə qurban olum. Şəhliyar O qardaşlar. qardaşlar bax bir həftə çəkmir, bax evimizə pomidorun, xiyarın, kartofun, şirniyyatın, hər bir şey sokundan belə alıb yox. Sağ ol, ürəyinə Özü qurban. gətirib evə gətirib, təpil verir gedir. Sağ ol Şəhriyar. Sağ ol Şəhliyar. Allah sənin o İbo balanı xoşbəxt eləsin, Zəhra balayını xoşbəxt eləsin. Gün o gün olsun o balayın toyunda yığışaq bir araya. Allah köməyiniz olsun. Allah canını sağ olsun. Deyil Şəhriyar, yaxşılığı çox tərifləmək yaltaqlıqdır. Yaxşılığı itirmək, dilə gətirməmək nadanlıqdır. Sən həmi yaxşılığı qiymətləndirsən. Yəni yaxşılıq olunub biz bunu qarşılıq verməliyik. Həm də o bəzi nadanlara bir mesajdır ki, yəni arada siz də bir ayılın, başınızı qaldırın, bir yuxarı baxın. Yəni yenə deyirəm, burada bugün Şəhliyar 200 manat yardımcı olur. Bax bugün belə deyək 200 manat, 150 manat, 300 manat. Vallahi deyirəm onu uduzmayacaq, onun Allah əvəzini verəcək. Şəhliyar bəlkə də mağazində çatana qədər onun Allah əvəzini getirəcəkdir. Yəni bu bir kasıva və bir ehtiyacı Zaryatka qutardı əzizlərim. Da sözüm harda kəsildiyini də unutdum. Da o köhnə söhbətə qayıtmayacağam. Kim nə edir Allah onun min əvəzini versin. Mən buradan təşəkkürümü çatdırıram Cəsarət qardaşa və onun xanımı Nərgiz bacıma. Nərgiz, başın ucadan uca olsun. Nərgiz bacı, Allah evini, süfrəni həmişə açıq eləsin, əzizim. Var ol, Nərgiz. Valla bu kanalımızda ev tikilənlərin içərisində ən çox tənqid olunan xanımlardan olmuşsunuz, amma hər bir tənqidi şirin qəbul eləmişsən. Murad ustamızdan bax, bayaqlarım soruşuram ki, səhər-səhər çörəkzad yemişsiniz. Murad usta bildirir ki, and olsun qıldığım namaza. Axşam bizə Cəsarət Nərgiz bacı gecə, axşamdan yəni Murad ustamız birbaşa Cəsarət qardaşla gəlibdi. Baxmayaraq ki, mən dəfələrlə xahiş etdim ki, birbaşa bizə gəlin. Ma görüm. Alo. Salam aleyküm əllim. Aleyküm salam qadanalım. Nətən? Sağ ol qadanalım. Yaxşı, sağ ol deyirsən inşaatdan. Elgin biraz mal yazmışdı. Hə, qadanalım. Hə, çeki də attım sizə kart atmışım. Hə, WhatsApp-a atmısan qadanam çeki, bir də kart nömrəsi. Bəli, bəli. Hə, bir 20 dəqiqə səbir ol. Çəkilişimi qutarım, karta pulu vururam. 220 manat vuracağam, yol pulu qarışıq. Bəli, bəli, bəli. Oldu sizə qurban, oldu. Oldu, çox sağ ol, sağ ol. Oldu. Hə, yenə bax, söhbəti yadımdan çıxdı Şəhliyar. Hə, Nərgiz bacı, var ol. Deməli, Murad ustamız, azizlərim, axşam mən nə qədər xahiş elədim ki, gəl bizə birbaşa, dedi, sağ ol, qadasını alım. Elə Cəsarət dildə, istəyirəm ki, Cəsarətin o balaları ilə, ailəsi ilə, uşaqları ilə ilk olaraq görüşəm. Yəni, incənə, bax, kamera, bax bu dəqiqədə Zaryatkadır, görsə tərpənə bilmirəm. Baba, görüm göstərə bilir, baba, adaqdır. Birbaşa... Üzr istəyirəm, mənim də qonağım ola bilərlər. Yəni bu cür, valla. Əlbəttə, Muradın bu rayonda neçə evi var. Valla. Murad, Allah'ın olsun usta, mənim də qonağım ola bilər. Allah səni var eləsin. Əlbəttə ki, Murad usta istənilən bir yerdə qonaq qala bilər. Bizim əzizimiz, qardaşımızdır. Deməli, Nərgiz var olsun. Murad usta deyir ki, axşam bizə hər gözəl nemətlərdən yemək hazırlayıb. Murad bildirir ki, səhər saat 4-dən Nərgiz süfrədə qaymağından, pendirindən, şorundan, yuxasından, isti təndir çörəyinə qədər, yumurtasına qədər hər bir şey, yəni soruşdum ki, çörəksad yemişsizmi? Bilirəm Nərgiz bacı ömür boyu. Bura az insan yola salmaz. Necə ki, Fərman usta bir ay ərzində. And olsun Allah'a, Fərman usta deyir. İndi mən istəmirəm çox ev tikilən adamı tərifləyəm. Hərdən Şəhliyar tərifləyirəm, qınağa məruz qallam.
izləyicilərimiz deyir ki, bir adamı çox tərifləyirsən, amma hardasa çalışıram ki, olanları da deyəm. Fərman ustanın hər axşam Nərgiz ayağına qaynar vanlaya. Bax, bunu Fərman usta deyib ki, qızımdır, balamdır. Hər axşam buradan gedəndə cəsarətində, eynən də Fərman ustanın ayağı qaynar suda olub. Südü adil olub, stol üstündə isti südü, qaymağı, çiyəsi, şoru pendiri. Sağ ol Nərgiz bacı. Var ol. Allah sənin o 9 balanın 9'unu da xoşbəxt eləsin. O tikilən evdə balaların xoş gününü görəsiniz, yaşayasınız. Bu elin, obanın sizə çəkdiyi əziyyət, haqqı 1000 kərə halalınız olsun. Qanana canım qurban, Şəhriyar. Deyir o, qanmazda itməsin bircə tikəndə. Qanana nə bilin, belə deyir, şair deyir. Vallahi qanan insan başqa şeydir. Adam var, vicdan haqqı 1 litr suyu bir ömür boyu unutmur. Ki, falan kəs falan yerdə 1 litr su mənə təklif edir. Bu elə belə iş deyil. Bunu sadəcə olaraq unutmaq, and olsun Allaha, ağılsızlığın ən yüksək səviyyəsidir. Bir həyat qurulub sənə, bu lahiyyət tərəfdən həyat qurular. Sən bir lahiyyənin qonağını bir gecə, 2 gecə saxlaya bilməyəsənsə, bu ən ağılsızlığın nətər deyimi son həddidir. Sağ olsun, cəsarətdən də dünyalar qədər razıyıq. Bax, bu Fərman ustanı özdə biri var, biz təklif eləyək. Özü birbaşa işə gələn günü, birinci günü bildir ki, Eşən qardaş, Fərman usta niyə gedir əyriciyə, o boyutda yol, o boyutda xərc, xəsarət bizdə qalsın. Bir ay cəsarətlidə Fərman usta qaldı. Səhər yeməyi, axşam yeməyi. Cəmisi 100 manat güclə cəsarətə pul vermişəm. Var olsun cəsarət, evin, eşiyin həmişə aband olsun. O elədiyinin Allah milyon qat əvəzini versin. Vallahi görsən birdən deyirlər ki, ot kök üstə bitər. Bax bu Şəhriyar söz görsən hərdən öz təsdiqini tapmır. Görsən parmağın 5'də 1 ola bilməz. Səbuhu da var, qardaşımız deyil, Səbuhu fəxrimizdir. Səbuhu ilə mən bir ömür boyu fəxr edirəm, qürur duyuram. Onun elə hərəkətləri olur ki, adama ləzzət edir. Amma o səfərin bu üzündə cəsarət. Məsələn, Səbuhu qardaşımız da Fərman ustamızı qonaq eləyə bilərdi. Yəqin ki, verilişə baxmayıb, başı qarışıq olurdu və s. Yəni, sözümün ondakı Ceyran bəbə. Həqiqətən də birdən görsən ki, ot kök üstündə bitmir. Ot kök üstündə bitsə, başqa şeylər olar. Hərdən görsən ki, bitmir. Demirəm, ot kök üstündə bitmir. Bəli, bugün mənim tanıdığım bizim kanalda xeyriyyətçi. Niyə demirsən çay iş? Ömür boyu mən isti çay içirəm, amma o qədər danışıram ki, bir zaman baxarım. Mövzu yaranır da, danışmağa mövzu yaranır. Deməli, əziz dostlar, bax, tanıdığım, bildiyim, bizə yardım edən insanlar var ki, bilirsən ki, eşidirsən, xəbər tutsan ki, bunun dədəsi, rəhmətli dədəsi, babası elə xeyriyyətçi olubdur, elə obiyə əl tutan olubdur. Ona görə bu cümləni deyəndə biraz ehtiyatla deyirəm ki, yəni birdən sözümdən kimlərsə səhv başa düşər, ot kök üstə bitir. Amma birdən görürsən ki, ot kök üstə də bitmir. Məsələn, qardaşla qardaşın fərqini görürük də burada. Məsələn, mən Şəhriyar da 3 qardaşdır. Bəxtiyar başqa cür xəssiyyətin adamıdır, Elçin tamam başqa cür xəssiyyətin adamıdır, Şəhriyar başqa cür. Bu 3 qardaşların üçü ilə də münasibətim var. Xaloğlu deyirik, amma Elçin Şəhriyarın kiçik qardaşı. Şəhriyardan da, Bəxtiyardan da daha mən deyərdim ki, vallahi heç kim inciməsin, Şəhriyar incimə, Bəxtiyar da inciməsin. Elçin el ağsaqqalıdır. Elçin el ağsaqqalıdır. Elçin üstünə xəncəl çıxardarsan, Elçin sənin üstünə gül çıxardar. Xəncəllə Elçin üstünə gedərsən, Elçin səni güllə qarşılayar. Şəhriyar məsələn o xəssiyyətin adamı deyil, Bəxtiyar tamam başqa cür xəssiyyətin adamıdır. Etibar qardaşım başqa xəssiyyətdədir, Elxan başqa xəssiyyətdədir. İlqar başqa xəssiyyətdədir və Elşan başqa xəssiyyətdədir. Bu tərəfdən deyirəm ki, xəssiyyətlər müxtəlifdir. Xəssiyyətlər fərqli-fərqlidir. Amma cəsarətdə biz, inanın Allaha ki, cəsarət bizi təəccübləndirə gedir. Var olsun. Əgər bir qonağımızı, bu Murad bizim lahiyyənin qonağıdır. Bugün Murada olunan hörmət, bu lahiyyənin kiçiyindən tutmuş böyüyünə qədər, ağsaqqal ağ bir çəyinə qədər
onlara olunan hörmətdir. Bu gün Murad Usta bura gəlibsə, Murad Ustaya olunan hörmət kanalımızın ağsaqqalı Əmirxan kişiyə olunan hörmətdir. Kanalımızın ağsaqqalı İlham kişiyə olan hörmətdir. Bayram əmiyə olunan hörmətdir. Nə bilim, Vidadə əmiyə olunan hörmətdir, Vüqar əmiyə olunan hörmətdir və s. Çünki bu layihənin adını tutub gəlib. Neçə 100 kilometr yol gedirəm Elşən Mustafayev layihəsində bir kasıva ev tikilir, o evin damının örtüyünü təmənnasız vuracam. Sağ ol cəsarət. Bizim qonağımıza göstərdiyin Nərgiz bacı, bu hörmətə görə sizə sonsuz təşəkkürümü bildirirəm. Minnətdarlığımı bildirirəm. O cümlədən də Şəhriyar qardaşa. Var ol Şəhriyar. Allah qazancınıza bərəkət qatsın. Ömrünüz uzun olsun. Canınız sağ olsun. Var olun. Vallahi billahi yaxşılıq qalacaq. And olsun Allahın adına. Bizə qalan yalnız və yalnız yaxşılıq qalacaqdır əzizlərim. Bu həyatda heç kim özü ilə heç nə aparmayacaq. Şəhriyarın da evi, Elşənin də evi, hamımızın evi gələcək nəslimizə qalacaq. O evdə 20, 30, 40 ildən sonra nəvə nəticələrimiz qalacaq. Yəni bizim nə etdiksə, bugün nə ediriksə o qalır bizə. Adımız qalacaq. Şəhriyar Allah ömür versin. 60 ildən sonra dünyasını dəyişəndə, Elşən 60 ildən sonra dünyasını dəyişəndə deyəcəklər, əgər yaxşı bir hərəkətimiz olursa, yaxşı bir əməlimiz olursa, onlar danışılacaqdır. O cümlədən də pis əməlimiz danışılır. Yəni çalışıb həmişə yaxşılıqda adımızın hallanmasını imkan yaradan. Qoy yaxşılıqda deyilsin adımız. Deyilməsin ki, Şəhriyar pisdir, Elşən pisdir. Yaxşılıq eləməyə nə var ki? Nə var ki yaxşılıq eləməyə? Yaxşılıq eləmək sadə bir işdir. Vallahi deyirəm. Ən sadə, ən asan işdir yaxşılıq eləmək. Birinə bir salam vermək, birini bir maşına götürmək, bu yolu gəlib gedirəm. Təkrarçılıq olmasın. Nə bilim, bu tərifdən uzaq olsun. Allahım şahiddir buna. Bir Allahım şahiddir buna ki, hansı yerə gedirəm, hansı yerdə ev tikirik. Mən o ünvanı, o yolu boyu gələndə də, gedəndə də maşınım yol kənarında kimi görürəm, maşına götürürəm. Niyə götürürəm? Ona görə götürürəm ki, bir yaxşılığım olsun. Bəlkə də o bir qocanı, bir cavanı, bir ananı o yol kənarından 100 metr, 200 metr yolun yaxınlaşdırıramsa, onun bir dənə Şəhriyar sağ ol, bəlkə də mənim 20 dənə günahımı yuvar. Savabdır, həm də savab. And olsun Allah, əziz dostlar. Asıl bir şeydir də. Bir dənə ayağını qoyursan yabatca tormuza, bir dənə də skors dəyişsən. Bir nəfər oturur maşınına, düşür. Ay bacı oğlu, ay el oğlu, nə bilim, ay qardaş, sağ ol, Allah köməyin olsun. Gör nə deməkdir bu? Allah köməyin olsun. Bəlkə də bizim bu qədər bu problemlərimizin içində bugünkü günü bizim ayaq üstə qalmağımızın bəlkə də hansısa o maşından düşüb, qapını örtüb, bala Allah köməyin olsun o cümləsi sababa düşübdür. Bəlkə də bizim 100 dənə günahımızı Allah o bir dənə ananın ağzından deyilən sözə, atanın ağzından deyilən o Allah köməyin olsun sözünə bizim nə qədər günahımızı bağışlayıbdır. Yəni yaxşılıq eləmək asat bir şeydir. Vallahi deyirəm. Şərt deyil ki, bu günlərin Şəhriyarı, Elşəni və yaxud başqası 2000 manat köməklik eləsin, yaxşılıq eləsin. Quran haqqı yaxşılıq eləmək ən asas şeydir. Sadə yolla bir dənə xoş söz yazıb, ay Elşən, ay Şəhriyar, ay Murad Usta, Allah sizi yormasın, bala, əliniz qolunuz var olsun. Bax, böyük bir yaxşılıqdır. Necə ki bunu analarımız, bacılarımız rəy bölümündə yazırlar, dualar edirlər. Ən böyük yaxşılıqlardan biridir. İnanın Allaha. Var olun əzizlərim. Allah sizi qorusun. Qismət olsa ikinci çəkilişimizdə görüşəcəm Şəhriyar qardaş. Bazarda təkdir, yəni işçisi var düzdür, amma özü orada olmağın başqa bir işdir. Allahın izindən ikinci çəkilişimizdə görüşəcəyik. Sizə qurban olum, dəstəyinizi, köməyinizi əsirgəməyin. Nəzakət bacının evinin dam örtüyü ilə 100 manat Şəhriyardan, 100 manat da məndən yazılacaqdır. Bunu inşallah hesabatımızda da görəcəksiniz. Halal xoş olsun. 1000 kərə halal xoş olsun. Milyon kərə halal xoş olsun inşallah. Nəzakət bacım, gəl bura zəhmət olmasa. Allah hamınızdan razı olsun. Sağ ol bacı, ürəkli ol. O 100 manatın əvəzinə milyon lira Amin. hizmətlər gəlsin. Amin bacı. Qardaş. Amin Allah. Qadan alın. Allah Xalqımız babalarınızı qorusun. arxanızdadır. İnşallah Allah'ın izniyle
boşda bağlanar, elə bəlkə də bugün bağlanar. İnşallah, inşallah. Qeyrətli qardaşımız olar kim bağlayar. Allah'a qurban Olmaz olun. da qırıq-qırıq bizim layihənin, bizim ailənin qeyrətinə qurban olun. Burada boş qalasınız. Hamısı qəpiyə ödənəcək. İnşallah. Hər birinin Hər biri. böylərin əllərindən öpürəm. Allah hər birinin canını sağ eləsin. Amin, amin. İnşallah Qardaş. yaxşı olar. Məndən üstüyə təşəkkür edirəm. Bakıdan gəlib. Hamımızın qonağımızdır. Gözlərimin üstə yeri var. Lazım olsa bizim evdə də qalar. Yəni nətər məsələ. Bəli, Murad usta üçün dalmaq problem deyil. Zaten mən 2 gün bundan qabaq hazırlıq işi görmüşəm. And olsun Allaha evimizdə nə lazımdır, hər şey hazır vəziyyətdə. Amma Murad usta cəsarətli bildi. Dedi gedəcəm o uşaqlarla, istəyirəm ki uşaqlarla qalsın. Cəsarətin də evi bizim evdir. Bizim də evdə cəsarətin evidir. Fərqi yoxdur. Sabahların bir bacılarımız gələndə bəlkə deyəcəm mən gedirəm nəzakət bacının qonağı olam. Sabah xatirə bacı ola bilər, eviniz hazır onu dərmən erişən. Gedirəm xatirə bacının, nəzakət bacının qonağı olam. Onun evində qalacam. Yəni bu ev hamısı sizindir. Sizindir, qardaş, bacılar, hamımız. Allah köməyiniz olsun. Sağ olun. Var olun, ikinci çəkilişdə görüşənə qədər. Allah qorusun inşallah. Kim danar lahiyədə şəhliyarın əziyyətini. O sənin İbo balabı qoy qorusun uca yaradan. Yenə xəyyam kişi eyləsin sən öz söhbətini. Siz yardım etdiniz Azərbaycana fəxr eyləyirik. Dar gündə dayaqsız çox insana fəxr eyləyirik. Ordubadlı Dadaşda çox ailəyə kömək olur. Şahanə xanımın ailəsinə həmişə dəstək olur. Bayramda yardım edib çox ailələri sevindirib. Səninlə fəxr edirik, çox insana örnək olur. O qədər əlacsız evlərin olmusuz əlacı. Nə qədər ailələrə kömək olur bu Leyla bacı. Sən Ubar bacının da biz haqqını danmamışıq. Yoxsula yardım etmişsiz, siz olmuşsuz əlacı. Sevil bibi o qədər yardım edir, tutub dural. Fatmeyi Zəhradan qalıbdı kömək etmək əzəl. Yenə də Zeynəb bibi yardım edir, dəstək olur. Bir-birinə dayaq olmaq atalardan qalıb məsəl. Astarını unuda bilməz axı yaddaşımız. Eli bacı o qədər yardım edir sirdaşımız. Ayaz Maşqan kəndindən həmişə bizə dəstək olur. Var həmişə kömək eləyən dəstək olan qardaşımız. Siz yardım etdiniz Azərbaycana fəxr eyləyirik. Dar gündə dayaqsız çox insana fəxr eyləyirik. Yazar Elşad Zəkəli hər olanda imkanımız. Bu sahil tənha yazır vər hələ çox insanımız. Mustafayev Elşən də layihənin rəhbəridir. Elşənlə fəxr eləyir cümlə Azərbaycanımız. Hacqabul doğma şəhər yardım edibdir çox yerə. Qarasu kəndi ilə